Böyük Zəfərin 5-ci il dönümü münasibətilə noyabrın 4-də Azərbaycan Kinematografçılar İttifaqının təşkilatçılığı ilə Cinemastercard Azərbaycan kinoteatrında milli qəhrəman Natiq Qasımovun həyatından bəhs edən Oğul bədii sənədli filminin nümayişi təşkil edildi. Qarabağ qaziləri və kino ictimaiyyəti nümayəndələrinin də qatıldığı tədbiri giriş sözü ilə kino tənqidçi Sevda Sultanova açdı. Biz bu filmi həm də 8 noyabr Zəfər günü ilə bağlı göstəririk. Bizim bugünkü tədbirimizdə qazilər də iştirak edir. Çox təşəkkür edirəm gəldiyiniz üçün. Sizə çox borcluyuq və şəhidlərimizi sevgi ilə anırıq. Daha sonra Vətən müharibəsi iştirakçısı Elnur Novruzov çıxış etdi. Mən öncə dostlarımıza təşəkkür edirəm ki, bizi bu tədbirə dəvət ediblər. Natiq qardaşımız haqqında çəkilən, biz baxmamışıq, indi baxıb müzakirə edəndə qiymətimizi verərik. Belə qəhrəmanları biz yaddan çıxarmamalıyıq. Biz hər an bunları diqqətdə saxlamalıyıq. Ən azından ona görə ki, onların ruhu şad olsun. Onların döyüşdüyü, onların əziyyətləri bizim diqqətimizdən yerdə qalmamalıdır. Bütün döyüş yoldaşlarımızın birinci, ikinci Qarabağ fərq etməz. Onlar hamısı bizlərdəndir, bizik. Millətimizdir, qanlarımızdır. Allah onların ruhunu şad eləsin. Necə ki, mən elə gəlir ki, indi şaddır. Sizə də dərin təşəkkürümü bildirirəm ki, yığışmışıq bura. Və Sevda xanıma minnətdarımı bildirirəm ki, bizi də dəvət edib. Oğul bədii sənədli filmi 1-ci Qarabağ müharibəsində mülki Azərbaycanlıları azad etmək üçün erməni silahlı dəstələrinə qarşı tək başına 5 gün vuruşaraq qəhrəmancasına müqavimət göstərmiş Natiq Qasımovdan bəhs edir. Natiq Qasımov 1992-ci ildə Xocavlının Pirlər kəndində erməni dəstələri tərəfindən əsir götürülüb. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 sayılı sərəncamı ilə Natiq Səlimoğlu Qasımov ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Silahdaşlarından biri mühasirənin ilk günlərində həlak olmuş, 10 nəfər mühasirəni yarıb təhlükəli zonadan çıxmışdı. Natiq kilsədə qalmaq qərarına gəlmişdi. Çünki komandirinə kilsənin nəyin bahasına olursa olsun müdafiə edəcəyinə söz vermişdi. Böyük Britaniyanın Broken Pot Media şirkəti tərəfindən istehsal edilən filmin rejissoru Karan Singhdir. Filmin çəkilişləri 3 il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərin iştirakı ilə aparılıb. Filmin nümayişindən sonra müzakirə başlandı. Mən burada yüksək bədiyyət gördüm filmdə. Məhz onun adında Oğul. Oğul sözü ümumiyyətlə müharibənin atributlarından biridir. Çünki müharibələrdə anaların oğulları qurban gedir. Müharibələrdə ana vətənin oğulları qurban gedir. Amma bu filmin əsl müəllifi fotoqrafdır. Həmin o fotoqraf, o sözdə böyük məna var. O deyir ki, yerdə qalan hamısı əskərlər idi, onlar döyüşür. Onların qarşısında düşmən var. Amma mən burada insan gördüm, 2 insan. Biri öldürən öz qurbanını onun əlinə düşür. Çünki qalib gələ bilmir. Yalnız onu işgəncə ilə, öldürməklə o məğlubiyyətini əvəzini çıxır. Çünki uduzu. Həmin onu mən fotolarda gördüm. Vaxtilə əksər kino nəzəriyyəçiləri, kinoşünaslar deyirlər ki, kinonun kökündə foto yanır. Və bu filmdə mən onu gördüm. Fotoda biz insan görürük. Buna qədər mən də elə-belə baxırdım ki, bu nədir, belə çəkilib də. Elə ki, o fotolar hissəsi gəldi, Sarasiniddə adı da. O gözəl elə bir iş qoyub ki, ona görə ona heykəl qoymaq lazımdır. O insan sifətini göstərdi burada. Və biz gördük ki, Balasanyan
ona nə qədər nifrət edir, baxır ona ki, bu ilə neynəmir? Çünki məğlub olur da bir insan ki, düz insanın gözlərinə baxır, deməli qalib gəlir. Sən onu öldürsən də, yandırsan da, doğrasan da, o sən qalib gəldi. Bunu göstərdi orada. Onda insan tək özü ilə qalır. Və düşünürsən, bilmirsən nəyə düşünəsən, bir boşluğa düşürsən. Bir tərəfdən düşünürsən, özündən çox, özündən sonra qalan insanları düşünürsən. Bunlar nə reaksiya verəcəklər bu vəziyyətə və sənin ümumiyyətlə nəşin tapılacaq yoxsa tapılmayacaq. Şəxsən biz o situasiyaya düşmüşük. Və 10 gün sonra biz evlə əlaqə saxlayandan sonra şəxsən mən o qədər sevinç hissi keçirmişəm ki, ən azından evə xəbər verə bildim ki, yəni mən sağ-salamatım. 10 gün ərzində mən özümlə bərabər özümün arxada qoyduqlarımı da düşünürdüm. Biz bu filmləri məktəblərə aparmalıyıq. Əgər biz Biləcərdən o tərəfdə keçən bu 30 ildə filmlər çəkməyi öyrənməmişiksə, biz bunu Biləcərdən o tərəfdə də keçirdə bilməyəcəyik. Çünki təhkiyənin öz üsulu var. Azərbaycanda həqiqətən də minlərlə qəhrəman var. Bu insanlar doğrudan da inanarım bu işi görürlər və böyük bir iş görürlər əslində. Bir daha xatırladırıq ki, Oğul bədii sənədli filminin nümayişi Azərbaycan Kinematografçılar İttifaqının təşkilatçılığı ilə Vətən müharibəsində əldə edilmiş böyük zəfərin 5-ci il dönümünə həsr edilib. Azərbaycan Kinematografçılar İttifaqının sifarişi ilə Azərnil Media xüsusi olaraq Kamran Qasımov.